Either ikisindən biri, istənilən biri və ya hər ikisi. Neither heç bir mənasını verir. Either və neither'dən sonra sayıla bilən tək isim gəlməlidir. Either book iki kitabdan biri, neither book heç bir kitab. Xəbər isə tək də olmalıdır. Tək xəbərlərə is, was, has və s. Either answer is correct. Hər iki cavab doğrudur. Neither answer is correct. Heç bir cavab doğru deyil. Bunlardan sonra article işlənmir. Either a book, neither a book olmaz. Either və neither of ilə işlənə bilir. Of'dan sonra isim cəmdə olmalıdır. Lakin ismin qarşısında təyin edici olmalıdır. Məsələn, the article, yiyəli əvəzliyi, yiyəli halı, cəmdə olan işarə əvəzliyi. Of'dan sonra cəmdə olan obyekt əvəzliyi işlənməlidir. Xəbər isə həmişə təkdə olur. Məsələn, either of the books is interesting. Kitabların hər ikisi maraqlıdır. İsim cəmdə, xəbər isə təkdə. Either of my brothers can drive. Qardaşlarımın hər ikisi maşın sürə bilir. Either of this case opens the door. Bu açarların hər ikisi qapını açır. İsim cəmdə, xəbər isə təkdə. Feilin sonundakı is təkliyi bildirir. Neither of the books is easy. Kitabların heç biri asan deyil. İsim cəmdə, is isə tək xəbərdir. Neither of the buses stops here. Avtobusların heç biri burada dayanmır. İsim cəmdə, xəbər isə təkdədir. Feilin sonundakı is təkliyi bildirir. Neither of the girls was late. Qızların heç biri gecikmədi. İsim cəmdə, was isə tək xəbərdir. Neither not either bərabərdir. Məsələn, would you like meat or fish? Ət yoxsa balıq istərdin? Neither heç birini, I don't want either heç birini, hər ikisi eyni mənanı verir. Both hər ikisi deməkdir. Both'dan sonra cəm isim və cəm xəbər gəlməlidir. Məsələn, both boys hər iki oğlan, both students hər iki tələbə, both parents hər iki valideyn. İndi isə cümlələrdə baxaq. Both cars are expensive. Hər iki maşın bahalıdır. İsim cəmdə, xəbər cəmdə olmalıdır. Both answers are correct. Hər iki cavab doğrudur. Both of ilə işlənə bilir. Of'dan sonra cəm isim gəlməlidir və qarşısında təyin edici olmalıdır. The article, yiyəli əvəzliyi, yiyəli hal, cəmdə olan işarə əvəzliyi. Of'dan sonra cəmdə olan obyekt əvəzliyi işlənməlidir. Xəbər isə cəm olmalıdır. Məsələn, both of them are students. Onların hər ikisi tələbədir. Cəmdə olan obyekt əvəzliyi və cəm xəbər. Both of my parents are teachers. Mənim valideynlərimin hər ikisi müəllimədir. İsim cəmdə, xəbər cəmdə. Both of these books are interesting. Bu kitabların hər ikisi maraqlıdır. Both inkar cümlələrdə işlənmir.